Bugünə qədər yediyiniz ən dadlı ballı biskvit tortu bu olacaq əminəm. Videonu indidən yaddaşa verin ki, bayramda axtarmayasınız. Qazançaya bal və kərə yağı əlavə edib əridək. Yağ əriyən kimi soda əlavə edib köpürüb yantar rəngi alanadək bişirib soymağa qoyaq. Yumurta ağını köpürənə kimi çırpıb üzərinə şəkər tozu əlavə edək. Ağarıb qatılaşdıqda sarıları bir-bir əlavə edək. Nişasta və balı da əlavə edib qarışdıraq. Biskvitin bulud kimi havalı alınmağında doyma kununun rolu böyükdür. Kütləyin üzərinə əriyək. Səliqə ilə qarışdırıb formaya əlavə edək. 180 dərəcə isidilmiş sobada diş çöpü quru çıxanadək bişirək. Ən sevdiyim kremi hazırlayıram. Qaymağı şəkər pudrası ilə çırpıb üzərinə mascarpone əlavə edək. Biskviti ortadan ikiyə bölüb kənarlarını ovuntu hazırlamaq üçün kəsək. Özünü də 2 hissəyə bölüb 4 korj əldə edək. Aralarını, kənarlarını və üzərində kremləyib ovuntu ilə örtək. Yaxşı olar ki, biraz soyuducuda dincəldib daha sonra dilimləyəsiniz. Amma mən heç gözlətmədən dilimlədim. Ona baxmayaraq pambıq kimi yumşaqdır. Bir dəfə hazırlasanız ən sevdiyiniz tortlar siyahısına daxil olacaq.